Salam değerli izləyicilərimiz, hər birinizi xoş gördük. Xoş həftələr, xoş günlər həmişə sizi təqib etsin inşallah. Değerli izləyicilər, mənim keçən həftəm çox səmərəli keçdi. Bu həftəmdə də mənim oğlumun ad günüdür bugün, 12-si. Biz keçən həftədən artıq bütün tədarükümüzü gördük və video halında inşallah ki sizə təqdim edirəm. Xoş izləmə sizə arzu edirəm. Değerli izləyicilərim, hər kəsə övladlarının sevincini yaşamağı da arzu edirəm. Oğlum üçün hədiyyə almağa, mən hər dəfə neysə alanda oğlum bəyənmir. Hər dəfə deyir, ana bu nədir almısan? Belə bir həmişə mənə ironiya göstərir. Və bu dəfə mənim mənəvi qızım var, Banu. Onunla bərabər getdi, çünki onlar eyni böyüyüblər, bərabər böyüyüblər. Demək olar ki, bütün xarakterləri də eynidir. Həmişə bir-birlərindən lap kiçiklikdən səmimi əmi bala bir-biri ilə münasibətləri var. Yəni hər kəsə də arzu edirəm ki, bütün qohumlar bir-birləri ilə səmimi, xoş, gözəl münasibətlərdə olsunlar ki, yəni gələcək onların hansısa bir istəyir bu günündə, istəyir dünənində, istəyir sabahında gözəl anılar qalsın. Nəinki negativ hansısa bir hadisələr. Əziz xanımlar, belə bir deyim var. Deyir, bir uşaq dünyaya gələndə hiss edən bir varlıqdır. Bəzi şeyləri hiss edər, amma düşünən varlıq deyil. Təbiətdəki hər şey kimi insan da təbiidir. Lakin onu formalaşdırmağa, yonub düzəltməyə başlayırıq. Duyğularını ört-basdır etmək məcburiyyətindədir. Çünki duyğularını ört-basdır etməsə daima problem yaşayacaq. Ağlamaq istədikdə ağlaya bilməyəcək. Çünki ana, ata, ətraf, çevrə buna icazə verməz. Ayıblanacaq, dəyəri bilinməyəcək, sevilməyəcək, olduğu kimi qəbul edilməz. Lakin hər zaman mən övladlarıma da eyni düşüncədəyəm. Hər kəsə də eyni fikri qeyd edirəm. Yaddaşlarında istəyirəm o qeyd olaraq hər birimizin, məni dinləyən bütün izləyicilərimin də qeyd olunsun. Hər zaman sənin varlığın hər şeydən öncə gəlir. Başqalarının səndən istifadə etməyinə və səni idarə etməyinə icazə vermə. Hamı səni idarə etməyə və dəyişdirməyə hazırdır. Sən heç istəmədiyin halda sənə yön göstərməyə hazırdırlar. Hər kəs olur olsun, hər kim olur olsun, sənə həyatın üçün bir rəhbər verməyə çalışır. Rəhbər sənin içindədir. Bax, bu çox gözəl bir fikirdir. Bu həmişə mənim beynimdə qeyd olaraq qalır. Rəhbər sənin öz içindədir. Bunu həmişə əzbərləyin, dəyərli xanımlar. Çünki yaşamaq üçün həqiqi planı sən içində daşıyırsan. Lakin bəlli qaydalar insan beynində düşünür ki, yəni çevrəsini görəndə düşünür ki, bəzi qaydalara uysa sevilər. Bu qaydalar tətbiq edilir, təbii deyil. Yəni insan tamamilə təbiilikdən çıxır. Təbii mövcudluq ört-basdır edilməyə başlayır və təbii olmayana irreal, yəni real olmayana məcbur edilir. Bu irreal zihnindir. Bir zaman gələcək bölünmə körpüləri yıxa biləcək qədər artacaq
Həqiqi təbiinin keçmişdə ya da indi nə olduğunu unutmağa davam edərsən. Sən artıq saxta bir üzsən, təbii üz itib batmışdır. Sənə məxsus olanı hiss etməyə qorxarsan. Çünki onu hiss etdiyin an bütün kütləni qarşında görəcəksən. Beləcə, özün də həqiqi təbiiliyin yanında yox, qarşısında yer almış olacaqsan. Nə istədiyini bilməzsən, həqiqi ehtiyaclarını bilməzsən, sonra da insan həqiqi olmayan ehtiyacları üçün çabalayır. Çünki ancaq sən hiss edən qəlb sənə yön verə bilər. İnsan nə qədər həqiqi ehtiyacı varsa özünü, onu daha da inkişaf elətdirməlidir. Nəinki örtbasdır. Var, simvolik ehtiyaclar da var. Yəni, bunlar hamısı yemək, geymək, gəzmək, yəni bunların hamısı simvolikdir. Mən də sizə sualım var, xanımlar. Həqiqi ehtiyacın nədir? Siz də bunu mənə yazsanız, çox sevinərəm. İnsanın təbii ehtiyacı nədir? Və sizlərin də təbii ehtiyacınız nədir? Onun düşüncələrinizi inşallah ki, qeyd etsəniz çox sevinərəm. Gəldik doğum günü sahibinin evinə. Çox səmimi qarşılama oldu və biz də hədiyyəmizi gətirdik. Ürəyiniz oldu hədiyyəsi də. Çox sevindik. Dəyərli izləyicilərimiz, qeyd etdiyim kimi bizim bu həftə 2 doğum günümüz var idi. Birini qeyd elədik. Çox gözəl, ümumiyyətlə bizdə bütün tədbirlərimiz çox gözəl keçir, ailəcə, qohumlarla. Və növbəti doğum günümüzə start veririk. İnşallah ki, bəyənərsiniz.